Telefon Dünyası kanalından hamıza salam dostlar. Bu videoda Xiaomi Poco F8 Ultra adlı telefonu incələyəcəyik və qısa bir video olasıdır. Dostlar, telefonun dizaynı olduqca yaxşıdır. Yəni Poco seriyalarına oxşayan cəhətdə istehsal olunmuş bir telefondur. Çərçivələri olduqca nəzikdir və arxa tərəfi biraz necə deyək, bulanıq şəkildə görünüşə sahibdir və hətta bu cins şalvar şəklində görünüşə sahibdir. Bu telefonun səs çıxışı olduqca gözəldir. Bose adlı bir şirkətin dinamiklərindən istifadə edilir və metal çərçivəni özümüz görə bilirik burada. Dostlar, bu telefon 5G-ni dəstəkləyir təbii ki də, yəni 5G telefondur. Yaxşı bir telefon olduğuna görə bu telefon 220 qramdır və bu IP68 sertifikatına sahibdir. Telefon suya qarşı dayanıqlıdır. Bu deməkdir ki, AMOLED bir ekrana sahibdir, HDR10+-dur, olduqca canlı bir ekranı mövcuddur. Daxili yaddaşı çox sürətlidir və böyük RAM seçimi ilə 512 GB yaddaş və 16 RAM-dan gəlir maksimum və bir versiyası da var 256-nın 12-yə. Dostlar, telefonun ana kamerası 50 megapikseldir. Olduqca yaxşı şəkillər çəkir. Gecə vaxtı da yaxşı şəkillər çəkir. Bir ədəd 50 megapiksellik telefoto kamerası var. 50 megapiksellik ultra geniş bucaqlı kamera var və Color Spectrum sensoru var. Bu da rəngləri daha canlıdır. 8K 30 FPS, 4K 60 FPS və 1080p 9960 FPS video çəkə bilir. Telefon dostlar olduqca güclüdür, daxili yaddaşı da yaxşıdır. Yəni iki seçənəyimiz var burada, 256, 512. Bateriyamız da olduqca böyükdür və Antutu xalımız 272.760'da dostlar, olduqca yüksək bir xaldır. Yəni bu telefonun işlədə bilməyəcəyi bir oyun yoxdur. Bu da yüksək səviyyəli prosesoru tələb eləyir və burada prosesorumuz dostlar Qualcomm Snapdragon 8 Elite Gen 5'dir. 3 nanometrik prosesordur. Vay vay. Telefonumuzun prosesoru da çox güclüdür. Qrafik cəhətdən də olduqca müasir oyun təcrübəsini sizlərə vəd edə bilir. Dostlar, bu telefon olduqca yüksək gücə sahib bir telefondur. Odur ki, yəni yüksək güc arzusunda olanlar Poco F8 Ultra'nı 1200 manat ödəməklə əldə edə bilərlər. Olduqca gözəl bir telefon dostlar. Çox sağ olun, salamat qalın. Videoya like ataraq kanala abunə olmağı unutmayın.